Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil li veliyyikəl fərəc. Məkasib kitabında qeybət bölümündən 51-ci dərsi oxuyuruq. Bəhsimiz bu yerdədir ki, bəzi yerlərdə qeybət eləmək icazəlidir. Və keçən dərsimizdə bir rivayət oxuduq. Rivayət İmam Cəfər-i Sadiq əleyhissalamdanıdır. Həzrət Zürarə İbn Əyəni, yəni öz səhabəsi olan Zürarə İbn Əyəni bir məclisdə eyblərini açmışdı, pisləmişdi və Həzrət bu rivayətdə onun səbəbini bildirdi ki, mən Züranəni pisləməklə onun qanını hifz elədim, onu ölümdən qurtardım. Deməli, qeybət icazə olan yerlərdən biri də odur ki, əgər bir nəfərin qeybətini eləməklə onun qanını hifz eləyə bilirsənsə, onu qoruya bilirsənsə, orada icazəlidir. Və mərhum şeyx buyurur və yəlhəqu bezalikə əl-qeybə lil-təqiyyə ələ nəfsil mütəkəllim əv maləhu, əv irzəhu, əv ələ salisin. Buyurur, buna daxildir qeybət eləyəsən təqiyyəyə görə. Ya o şəxs ki, qeybət eləyir, öz nəfsini qorumaq üçün, ya malını qorumaq üçün, ya namusunu qorumaq üçün, ya üçüncü şəxsi qorumaq üçün. Bu yerlərin hamısında qeybət icazəlidir. Fəinnə zərurat tubihul məhzurat. Bu bir qaydadır. Qayda bundan ibarətdir ki, həmişə zəruriyyət məhzuratı, yəni haramları mübah eləyir. Yəni, əgər bir şey haramdırsa, orada zərurət varsa, o zərurət o haramı mübah eləyir. Qeybət eləmək də haramdır. Amma zərurət orada olsa, onda o zərurət o haramı mübah eləyir, onu halal eləyir. Ona görə bu bir qaydadır. Fəinnə zərurat tubihul məhzurat. Zərurat həmişə məhzuratı, haramları mübah eləyər. Və minha, yəni o ki, qeybətin icazəli olan yerlərdən. Zikru şəxs bi eybihi əlləzi sarə bi mənziləti sifətil muməyyizələ əlləti la yurəf illa biha. Biri də o yerdir ki, bir şəxsi zikr eləyəsən eybi ilə, yəni eybli şəxsi zikr eləyəsən. Məsələn, bizdə də, bizim ürfümüzdə də belə bir şeylər olur. Məsələn, bir nəfəri bir eyblə çağırırlar. Halbuki o şəxsi o eyb ilə çağırmasan, onu heç kim tanımaz. Yəni, artıq ləqəb onda belə deyir, məşhurlaşıbdır. Məsələn, deyirlər, it filan kəs, nə bilim, eşşək filan kəs. Bax, görürsün, belə bir ləqəblər qoyurlar ürfüdə. Halbuki o sözü deməsən, heç kim onu tanımaz. Sən də o niyyətinə ki, bunu tanısınlar, o adı, o ləqəbi zikr edirsən. Bu əslində qeybətdir. Əslində onun eybləndirməkdir və lakin burada icazəlidir. Ona görə də buyurur, qeybət icazəli olan yerlərdən biri də odur ki, onu eyblə çağırasan, halbuki sarə bi mənziləti sifə artıq
o eyib çevrilib bir dənə sifətə, əl-mumayyizə ləh. Onu seçir insanların içindən o ləqəb. Əlləti la yu'raf illa biha. Elədir, sifətdir ki, onsuz o şəxsi tanımazlar. Məsələn, nə kimi? Kəl-əməş vəl-ərəc vəl-əştər vəl-əhvəl. Məsələn, əməş kimi. Əməş, məsələn, bir insan ki, əməş, ərəc o şəxsə deyərlər, ləngdir, tənbəldir. Yaxud əştər, məsələn, əştər o şəxsə deyərlər ki, dodağı paradır. Ya əhvəl o şəxslərə deyərlər ki, məsələn, gözü 2 dənə görür. Məsələn, çəpgözdür, baxanda 2 görür. Məsələn, bunlar ləqəblərdir. Bizim dildə də dediyimiz kimi, görürsünüz, bunda bizim dildə də bəzi ləqəblər deyirlər ki, insanlara. Halbuki, bunlar özü bir eyibdir, halbuki bunlar özü yaxşı sözlər deyil və lakin ürfüdə cəmiyyət o şəxsləri belə tanıyır. Sən də onları zikr eləməsən, heç kim tanımayacaq onları. Məcbursan onları zikr edirsən. Və nəhvuha, bunlara oxşar olan sifətlər. Yəni, burada qeybət də olsa belə icazəlidir. Məsələn, hədislərdə var və fil hədis. Caət Zeynəbul Əttarə Əl-Havla ilə Nisai Rasulillah sallallahu aleyhi və aleyh. Hədislərdə var ki, məsələn, ətir satan Zeynəb gəldi, o Zeynəb ki, havla, məsələn, gözü 2 dənə görür, gözü əyridir. O Zeynəb ki, gözü əyridir, ətir satandır, o gəldi Peyğəmbərin xanımlarının yanına. Görürsən, burada havla sözü zikr olundu, bu özü bir dənə eyibdir Zeynəbə və lakin icazəlidir. Və la bə'sə bezalikə fīmə izə sarətis sifə və iştihari tavsifi şəxs biha ilə heys la yekrəhu zalik sahibuhu. Buyurur, bunun eybi yoxdur. Çünki bu deyilən sifətlər artıq şöhrət tapıbdır, məşhurlaşıbdır. O şəxsi o tanıtdırır o sifət. Özü də elə məşhurlaşıbdır ki, halbuki o şəxs özü də eşidəndə heç narahat olmur. Məsələn, deyirsən ki, məsələn, tənbəl filan kəs, o heç özü də narahat olmur. Niyə? Artıq tənbəl sözü onda məşhurlaşıb, heç acığı da gəlmir, heç narahat da olmur. Niyə? Artıq o adla, o ləqəblə şöhrət tapıbdır. Qeybət də dedik odur ki, şəxs onu eşidə və narahat ola. Və aleyhi yuhmalu ma sədərə anil imam aleyhissalam və qeyruhu minəl uləmail a'lam. Buyurur, elə buna yönəlir, həml olunur. Əgər imamdan belə bir söz eşitsəz, əgər alimlərdən belə bir söz eşitsəz, onda bax, bu dediyimizə həml olunur. Əgər İmam Sadiqdən, ya İmam Baqirdən, ya digər imamlardan belə bir söz eşidilə ki, Həzrət məsələn bir ləqəblə filan kəsi çağırdı da şəkk eləməyin, deməyin ki, Həzrət niyə burada eybləndirdi. Deməli, buna həml olunur ki, deməli, o şəxs həmən sifətlə cəmiyyətdə tanınır, məşhurdur və ona görə də Həzrət də o formada onu çağırıbdır. Ya məsələn, alimlərdən belə bir söz eşidilsə, yəni siz burada şəkk eləməyin, bu dediyimizə həml olunur. Lakin kovnu haza müstəsna məbniyun əla kovnu mücərrədə zikrəl eyb əz-zahir duna qəsl intiqas qeybətən. Buyurur, bu yeri ki istisna olunub qeybətdən, yəni icazəlidir qeybət eləmək, bu bağlıdır bu yerə ki, burada bu zahirdə olan eyb ki zikr olunur və burada qəsd də, məqsəd də o şəxsi nöqsanlandırmaq deyil, tək insanların içində tanıtdırmaqdır. Bu, o surətdə istisna olunur ki, əgər bu qeybət hesablansa.
Çünki bəzi işlər var ki, onlar qeybət hesablanmır. Yəni ümumiyyətlə mövzudan xaric olur. Çünki niyə görə bunu deyir? Çünki biz qabaqda dedik ki, qeybət odur ki, məstur bir şeyi, yəni gizlin bir şeyi aşkar eləyəsən. Amma bir şey ki, özü aşikardır, o qeybət deyil. Bu da deyir ki, mərhum şeyx buyurur ki, bu müstəsna, yəni qeybətdən ki, istisna eləmişik, deyir ki, icazəlidir. Bu bağlıdır o yerə ki, əgər zahirdə olan bir sifəti zikr eləmək qeybət hesablansa bu istisna olunur qeybətdən. Amma birdən hesablanmasa, qeybət hesablanmasa bu, çünki dediyimiz kimi, çünki burada məsdur yoxdur, gizlin bir şey yoxdur, aşkar olan bir şeydir. Əgər qeybət hesablanmasa, onda bu qeybət mövzusundan xaricdir. Heç burada istisnaya lazım deyil, bu qeybət hesablanmır. Ona görə bu formada buyurur. Çünki biz dedik, qeybət odur ki, gizlində bir şeyi aşkar eləyəsən və qəsdin də, niyyətin də bu ola ki, o gizlində olan bir şeyi aşkar elib şəxsi nöqsanlandırasan, şəxsi naqisləndirəsən. Amma biz görürük, burada nə qəsd nöqsan var, nə də gizlin bir şey var. Bu aşkardır. Onda bu qeybət deyil. Qeybət olmayanda onda bu mövzu cəhətdən xaricdir qeybətdən. Nəinki istisna olunur. O da şeyx də onu deyir ki, bu dediyimiz o vaxt istisna hesablanar ki, bu bağlıdır buna ki, bunu qeybət hesablayaq. Əgər qeybət hesablasaq bu istisnadır. Qeybət hesablamasaq, ümumiyyətlə bu mövzudan xaricdir, ayrı bir şeydir. Və qəd mənə'na zəlikə sabiqən. Çünki biz qabaqda bunu mən elədik, dedik bir şey ki, məstur deyil, gizlin deyil və orada qəsdi nöqsan da yoxdur, qeybət deyil. İzla vəcəli kərahətil muxtab. Çünki burada heç bir vəci yoxdur ki, o muxtab burada acığı gəlsin. Hamı bunu bu adla tanıyır və bu məşhurdur bu. Lə'ədəmi kovnuha izharən eybi qeyri zahirin. Çünki burada qeyri zahir olan bir eybi, gizlin bir eybi burada aşkar eləməmişik ki. Ona görə də burada heç o şəxs narahat deyil. Vəl məfruz ədəmu qəsdu zəm əyzən. Fərzimiz də budur ki, bu ləqəbi deyəndə burada heç qəsdi zəmmə də yoxdur. Yəni, şəxs bunu deyəndə əyri göz filan kəs gəldi. Burada qəsdi onu məzəmmət eləmək deyir. Heç o şəxs də narahat olmur. Deməli, nəticə etibarı ilə bu heç qeybət hesablanmır. Qeybət hesablanmadıqda, ümumiyyətlə bu qeybət mövzusundan bu məsələ xaricdir, ayrı bir şeydir. Yox, qeybət hesablansa, onda deyərik, bu surətdə qeybətdən istisna olunur. Elhamdülillahi Rabbil aləmin.